Xeyir olsun, çox hörmətli Siqnal İctimai Nəzarət Təşkilatının bütün üzvləri və sədrləri, bütün Azərbaycan, hər vaxtınız xeyir olsun. Biz bu günləri Masallı rayonunun Təkilə kəndindəyik. Şəhidimiz Mustafa Musa Əlifşətoğlu'nun bugün doğum günüdür. Hörmətli şəhid atamız, bu günləri şəhidimizin mövlud günüdür. Biz onu deyə bilərik ki, hörmətli şəhidimiz, canımız, ciyərimiz cənnətdə ad günü mübarək olsun. Son axırıncı dəfələr nələri xatırlayırsınız, nələr yadınızda qalıb? Son axırıncı dəfə ki, onu xatırlayıram ki, müharibə başlamaq. Onlar təlimdən gələndən sonra zəng elədi ki, bizə elə bir aynon gətirəsən. Mən heç elə müharibə olmağını bilmirdim. Mən getdim buradan Göytəbə şəhərindən, onlara aynon aldım. Onların elə bir komandiri idi. Ondan zəng elədim, dedim belə-belə. Dedi elə məni görmə, mən ondan da arıqam. Çünki bunlar təlim görmüş adamlar. Ondan sonra heç onların gezməyini mən heç bilmirdim. Ki, ancaq televiziya vasitəsilə bildik biz. Axırıncı dəfə ki, Murad dağı alandan sonra danışmışıq. Hayım bilmədim, 2 idi, 3 idi, onda danışmışıq. Sonra da xəbərimiz olmuyor. Ondan sonra ayın 6 Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid oldu. Allah rəhmət etsin. Dövlətimiz tərəfindən, prezidentin tərəfindən medalla, orden təklif olundu. Burada vətən uğrunda medal verilib, şücaətə görə medal verilib, prezidentin sərəncamı ilə. Cəsur döyüşçü medalı verilib. Ondan sonra Füzulinin azad olmasına, ondan sonra Cəbrayılın azad olmasına, Kəlbəcərin azad olmasına görə bir də dövlətimiz tərəfindən ona bayraq ordenini təklif olundu. Bizim üçün də xoş oldu. Heç də əziyyətdən söhbət dilə gedə bilməz. Çox sağ ol ki, sən də məni çağırdın bura, dəvət elədin. Mən də gəldim. Şəhidimizin Mövlud günündə iştirak elədim. Bu iştirak etmək mənə qismət oldu. Və sizin də son xoş sözləriniz xahiş edirəm deyəcək şəhidimiz haqqında. Biz Siqnal 2026 Azərbaycan Respublikasının İctimai Nəzarət Təşkilatı olaraq bütün təşkilatımız adından bütün şəhidlərimizə Allah rəhmət diləyirik. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Allah dövlətimizi, millətimizi qorusun. Və bugünkü şəhidimiz Mustafa Musa Əlifşətoğlu'nun mövlud günüdür. Allah onun valideynlərinə, yaxınlarına səbir versin. Bir daha belə günlər bizim millətimizə qismət olmasın. Biz bütün şəhidimizin ailə üzvlərinə Azərbaycan Respublikasının Siqnal İctimai Nəzarət Təşkilatı adından başsağlığı veririk və onlara səbir diləyirik. Allah köməkləri olsun və bizim də əlimizdən nə gəlir, həmişə lazım olan vaxt onların köməyində olarıq. Bizim bu mənəvi borcumuzdur. Allah şəhidimizi rəhmət etsin. Səfa gətirdiniz, Allah sizdən razı olsun, var olasınız. İnşallah işıqlandırarsınız, necə lazımdır. Əslində, mənim hər zaman sözümdür bu. Şəhidlər haqqında hər zaman, hər vaxt nə qədər söz desək, yenə də azdır. Əslində, dəqiq, realını budur. Azdır, yəni bu qutarılası şey deyil. Təriflər, yəni danışmaq. Çünki real ortada hər şey. Hansı ki, torpaqlarımızı azad elədilər, üzümüzü ağ elədilər. Anlatıq gəzirik, başı dik gəzirik. Mən də Siqnal 2026 Təşkilatı, İctimai Nəzarət Təşkilatının Cənubi Regional üzrə sədri Nəsir Hüseyn, cənnətdə ad günün mübarək şəhidim.
Gülara ana. Allah şəhidimizin rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu, vətənimizi qorusun. Bu bizim fəxrimizdir. Təbii ki, belə deyək də cənnətdə ad günü mübarək olsun deyirik şəhidimiz. Siz də bir ana kimi bir kəlmə deyərdiniz bizə, zəhmət olmasa. Ne diyeyim, güzel balıydı. Vətəni sevən, hamıyla mehriban. Allah sizə safsan versin ana. Əlinizi verin, əlinizdən öpün ana. Hədayət müəllim. Anamızın əlini öp, zəhmət olmasa. Çok sağ olun. Allah